bir çox xalq artistlərinə qulaq asmaqla onların çalğısı mənə bu təsiri yaradı. Bu cür çalğını yaradıb. Can, bax bunu niyə alqışlamırsınız ki? Ay sən ürəyinə qurban olum. Eşq olsun, eşq olsun. Sağ ol. Eşq olsun. Yalçın müəllim, buyurun. Ben dedi 15 yaşı var ama çalgısında, onun ifasında, keman çalmağında o kadar güzellik, o kadar hassaslık, zarifliği vardı. Ben gözümü yumsaydım bilmezdim ki bunun 15 yaşı var. Ben ne bilirdim ki böyle bir yaşlı bir keman ustasıdır. Ben ona böyük uğurlar dileyirəm. Ben ümidvaram ki o gelip müəyyən bir ildən sonra müəyyən sırasının yüksek seviyede olan keman ustalarının sırasında olabilecek. Mən də əlbəttə ki, Yalçın müəllimin sözlərinə qüvvət. Mən istəməzdim ki, bizim bu adın nədir sənin? Rəcəbi mən düzdür, hərdən bir olar böyük konsertlərdə trio şəklində birləşsinlər. Biz dedik ki, Tap Qaraqoyunludan istedadlı tarzən seçmişik. Mən arzu eləyərdim ki, sən hər zaman solo ifasında olasan. Çünki sən o mahnını yaşatdın. Elə bil ki, mən bir kamançaya yox, mən böyük bir orkestrdən səni dinlədim. Çünki o sən bütün dolğunluqları bizə verdin. Yəni Habil Əliyevdən sonra mən bilmirdim ki, tək kamança biz kimə baxaq, kimi dinləyək. Çox bizim istedadlı kamança ifaçılarımız var. İlkin də yanımdadır. Gözəl xanəndələrimiz, triolar var. Amma belə ifa bu, necə deyim,
yaratmaqdır da. Sən mahnını elə bil ki, kamançada onu oxudun onu sən. Ürəyinin o notlarını sən kamançaya. Ümumiyyətlə, Siyəzən şəhəri. Elza Seyidcahan biraz emosiyalara qapılıb düşünürəm ki, çünki həm yerlisi o qədər gözəl ifa etdi ki və çox güman ki, bu yaşda bu cürə ifa onu təsirləndirdi. Amma Azərbaycanın solo kaman ifaçıları var, dəyərli sənətkarlarımız var. Elə onlardan biri Ağa Cəbrayıl müəllimdir. Solo ifaları da var və dəyərli Şəfiqə Eyvazova dəyərli, yəni çox dəyərli sənətkarlarımız var ki, solo da ifa ediblər, böyük orkestrlərdə ifa ediblər. Amma bu yaşda, bu ürəkdə çox güman ki, məsələn, sənin fikrinlə mən də şərikəm. Niyə? Çünki gözümü yumdum, onun yaşı məni, yəni 15 yaşını mən nəzərə aldım. Əgər bunu məsələn 30 yaşı olsaydı, 21 belə olsaydı, mən deyərdim Ağa Cəbrayıl müəllim, Şəfiqə xanım Eyvazova. Yəni 15 yaşı olduğu üçün və mən heç də həm yerli-baz adam deyiləm. Mən ən acığım gələn o sözdür ki, yerlimsən. Mən Azərbaycanlıyam. Amma etiraf etməliyik ki, Siyəzən şəhəri kiçik şəhər olsa da, baxmayaraq bir çətinlikləri olsa da çox ziyalı, çox biliklidirlər. Yəni illər olub ki, şəhərlər arasında ən böyük bal institutlara yığanlar Siyəzən şəhərindən ən çox uşaqlar olublar. Təbii ki, alqışlayırıq ona görə də Siyəzəni və bir seygah ifa eləyə bilərsənmi orada? Sabir iki də bir sözdə desene xanəndəmiz. Seygahından sonra desin, qoy seygahını versin. Çalsın bir gözəl. Kamançanın mikrofonuna xod versin. Səs verin. Ay Allah. Sənin tərəflədirsə birində gəlsin də. Min hava çalınır körün tarımda, dünyanın naçaxı naziyəm mən, fəsillər açır duyğularımda, ilin həm qışıyam həm yazıyam mən. Təşəkkür edirik İlkin, çox sağ ol. Sənə də Allah saxlasın balamızı. Mən bax bu dəqiqədən deyirəm ki, Siyəzənlər fəxr edə bilər bax belə bir dəyərli istedadla və bu dəqiqədən də başlasınlar dəstəkləməyə. Bu andan artıq real bir namizət var. Ürəkdən deyirəm mən bu sözü. Bizim hamımızı tərpətdi. Özü elə bir sənətdən yapışıb, elə bir sənətdən tutub ki, o sənət bu dəqiqə dünyaya səs salan bir sənətdir və bədnam qonşularımızın da göz dikdiyi bir sənətdir, kamança aləti. Mən xahiş edirəm Siyəzənlərdən, nəinki Siyəzənlərdən, bütün tamaşaçılardan bu andan dəstək olsunlar bizim Rəcəb qardaşımıza və bir də ki, mən onu bayaqları qeyd elədim, indi istəyirəm ki, qeyd eləyəm ki, kamança uçebni bir kamançadır, belə deyək də, şagird kamançasıdır. Ona bir gözəl kamança, valla şəxsən mən öz payıma deyirəm, qurban eləyərəm ona bir kamança. Gəlsin Allah qoysa, yəni təşkil olunsa yaxşı olar. Olunmasa mən şəxsən ona o kamançanı təşkil eləyəcəm. Özdə elə bir müəllim, Bakımızda elə bir dəyərli ustad müəllimlərimiz var ki, kamança alətində. Bax, birini qeyd elədiniz, Ağa Cəbrayıl müəllim. Elşən müəllim Mənsurov var, Elnur Əhmədov var ki, kamançanı dilləndirir, adamın ürəyin çəkir, çıxardır. Elə bir dəyərli ustadlardan dərs alacaq, dünyaya səs salan bir ifaçı olacaq. Mən əminəm. Biz Rəcəbə söyləmək istəyirik ki, sabah sizdə hazırlaş və sən seçildin. Rəcəbgilə gəlirik sabah. Təbriklər, təbriklər. Eşq olsun Rəcəb. Rəcəb, səndən nə əcəb?